Salam əziz tələbələr, bizim bugünkü videomuzun məqsədi fizika və riyaziyyatdan sürət qruplarımız var, sınaq qruplarımız var. Uşaqlar bu qruplar haqqında məlumat istəyir, deyirlər ətraflı məlumat verin, nə edəcəyik, nə etməyəcəyik. Birinci addım həm fizikadan, həm riyaziyyatdan proqramımız bəllidir. Hansı dərslər keçiriləcək, onların adları var. O dərslərin daxilində də hansı nüanslara toxunulacaq, onlar da proqramımızın davamında var. Yəni bu səhifə bir səhifədən ibarət deyil. Bu səhifədə adlardır. Növbəti PDF-imizə baxsaz, hər mövzunun geniş izahatı var ki, nə edəcəyik. Bundan savayı sual olunur ki, məsələn, müəllim, fizikadan mövzular vermişsiniz. Adını düzdür, sürət qoymuşuq. Ancaq məsələ ondan ibarət deyil ki, biz bunların üstündən tez-tez keçəcəyik. Soruşulur, ətraflı mı izah olunacaq? Bəli. Hansı suallara baxılacaq? 1992-dən 2025-ci ilə kimi düşmüş sualların hamısının izahına baxılacaq. Nə cür sual düşə bilər və s. və ilə axır. Ümumiyyətlə, standart olmayan suallara da baxılacaq ki, nə baxımdan biz bilmirik imtihana nə salacaqlar. Məcburi deyil ki, əvvəlki illərdən salsınlar, standart olmayan sualla salına bilər. Ancaq deyək ki, kimlər qoşulmalıdır? Və tələbənin əgər bu vaxta qədər fizika hazırlığına getməyibsə, gəlib, tutaq ki, bizim qrupa qoşulub 2 ay ərzində 30-dan 30 gözləyirsə, bu möcüzəvi haldır. Yəni, boşuna qoşulmasın, öz vaxtını aparmasın, bizim də vaxtımızı aparmasın. Kimlər nəticə göstərir ümumiyyətlə normallar? 2 aya, məsələn, deyək ki, uşağın riyaziyyatı superdir. Deyək ki, Süleyman müəllim, məsələn, mən buraxılışdan 100 bal gətirmişəm. Fizikam sıfırdır. Mən 2 aya yaxşı nəticə göstərə bilərəmmi? Bəli, bu mümkündür. Əgər sənin fizikan sıfırdırsa, lakin riyaziyyat 100-dən 100 götürmüsənsə, aydındır ki, o 2 aya da fizikada da yaxşı nəticə götürəcəksən. Yaxşı nəticə nədir? 25+. Bu mümkündür. Amma riyaziyyatın tam yerindədirsə, bu zaman. Hə, riyaziyyatım yerində deyil, 15 dənə sualdır, fizikamda sıfırdır. Sürət qrupunuza qoşulub nəsə eləyəcək? Eləməyəcəksən. Boş-boşu özü yorulur. Deməli, kimlərin ümumiyyətlə qoşulmağı məsləhətdir? Kimlərin ki, buraxılış imtahan nəticəsi 15 üzəridirsə, onlar riyaziyyatdan sürət qrupuna qoşula bilir. Aşağıların qoşulmağını, yenə də deyirəm, Süleyman müəllim möcüzə yaratmayacaq. Biz, indi müəllimlər var, deyir, biz hər nəticəyə 100% qarant veririk. Mənim qarant verdiyim nədir? 100% əgər deyirsinizcə, nəyə qarant verirsən? Bizim qarant verdiyimiz çəkəcəyimiz əziyyətədir, dərslərin keyfiyyətinədir. Əlimizdən gələni eləməyimizdədir ki, nəyimiz var, nə mümkün eləyə biliriksə, onu edəcəyik. Bizim qarantımız onadır ki, aha, lazımdırsa bir uşağa bir məsələni 3 dəfə də olsa izah eləyəcək. İndi bizə qoşulanlar bilir ki, elə suallar olur ki, uşaq eyni sualı 3 dəfə verir, 3-ündə də izah eləyirəm. Buna qarant verə bilərik. Amma nəticəyə qarant vermək ki, Süleyman müəllim, mən götürüb 100%-dən 100 yazacağam. Onu kim qarant verə bilirsə, bəli, ona müraciət edə bilərsiniz. Yəni, bu real olmayan bir şeydir. İmtahan həyəcanı var, imtahanın, belə deyək ki, vaxtı yerləşdirməyi var və s. və axı. Bu, en qədər faktor var. Məsələn, bizdə tələbələrimiz var, 677 yığıb, ümumi nəticəsi superdir. Amma hər fəndən bir dənə səhv edib. Hərəsindən bir dənə səhv edib, ümumi yığıb 677. 100 yığıbmı? Yox. Nəticə qəşəngdirmi? Super nəticədə 677. Aha, yəni burada nüanslar var. Ona görə də %100 yazacağınıza belə bir söz vermək mümkün deyil. Söz verdiyimiz nədir? Keyfiyyətli dərslər olacaq. Söz verdiyimiz nədir? Mümkün qədər ətraflı olacaq, çünki qəbul çətin olacaq. Bunlara söz verə bilərik. Bundan savayı bizim sınaq qruplarımız da var. Tələbə özü sınaq qruplarımıza yazılar. Sadəcə sınaqlarımızı işləyə bilər. Bu da bir. Ancaq kimlər ki, deyir ki, Süleyman müəllim, mən sizin sürət qrupunuzdayamsa, o avtomatik sınaq qrupuna da yazılmış olur. Yəni, onun üçün daha əlavə ödəniş eləməli deyil. Əgər sürət qrupunuza qoşulubsa. Aha. Amma yox, sürət qrupuna qoşulmayıbsa, sınaq qrupuna qoşulubsa, yəni yalnız sınağın ödənişini edir və orada da sınaqlar hamısı atılacaq. Yəni uşaq ola bilər ki, deyir ki, özüm işləyirəm, mənə dərs lazım deyil. Burada da problem deyil. Və dərslərin hər birində, tutaq ki, bax, fizika dərsində mövzu izahatı necə gedəcəyini uşaqlar soruşurlar ki, necə olacaq? Bir faktı deyirik mövzudan. Sonra qəbuldan həmin fakta aid düşmüş bir sualı izah edirik. Növbəti faktı deyirik həmin mövzudan və qəbuldan
həmin fakta aid düşmüş sualı izah edirik. Bu tərzdə gedirik. Yəni birbaşa bütün dərsin izahını yox, fakt, həmin fakta aid düşən sual. Yenə də növbəti fakt, həmin fakta aid düşən sual. Və sonda bütün dərs keçilmiş olur. Lakin o dərs keçildikcə də hər fakta aid sualları da göstərmiş olur. Bundan sonra isə həmin dərsə uyğun mümkün düşə biləcək proqnozlarımızı yığırıq. Yəni bu sınaqlardan əlavə. Onları ünvanlayırıq uşaqlara ki, baxın uşaqlar, bunları da işləyin. Kim ki vicdanlı işləyəcək, nəticə göstərəcək. Ancaq 0 olan tələbələr, nəticəsi belə deyək ki, 15-in altında olan, buraxılış nəticədən 15-in altındasansa, bunun məndə fizika və riyaziyyat sürət qruplarına qoşulmağın, əziz tələbə, mənası yoxdur. Nə pulunuzu xərcləyin, nə vaxtınızı alın. Yəni, bu bir. Uşaqlar sayla bağlı narahatlıq bəzən olur. Əgər tələbələrin hamısı oxuyandısa, say istəyir 50 olsun, istəyir 100 olsun, istəyir 1000 olsun, heç bir fərqi yoxdur. Əgər söhbət hamı oxuyandısa. Sayda nə zaman problem olur? Oxumayanların sayı çox olanda, bəli. Bu zaman problem olar. Çünki oxumayan çoxdursa, hərəsi məsələn bir dənə aydın anlayışı, hərəsi 100 dəfə eyni sualı soruşsa, aydındır ki, elə 3 dənə elə tələbə bütün dərsi belə deyək ki, vaxtını apara bilər. Bu zaman çox olmağı problemlidir. Ona görə də mən məsləhət görürəm ki, nəticən aşağıdırsa, bizdə digər müəllimlərimiz də var. Onlara qoşula bilərsiniz. Sırf cüzü artırmaq üçün. Maksimal nəticə göstərmək istəyirsən, həqiqətən çalışmağı sevirsənsə, qoşul, bizimlə nəticəni göstər, uğur qazan. Hər birinizə uğurlar.